İnternetdə bir çox məzmun yaradıcısı süni intellektlə satışlarını 100% artır. Sən yart, o qazansın sloqanları ilə diqqət çəkməyə çalışır. Gəlin pafosu və marketinq hilələrini kənara qoyaq. Sizə işin pərdəarxası reallığını danışım. Bəli, Instagram DM-lərinizi tam avtomatlaşdırmaq mümkündür. ManyChat və Cloud API inteqrasiyası ilə elə bir sistem qura bilərsiniz ki, o 7/24 dayanmadan işləyər, izləyicinizə 3 saniyə ərzində cavab verər, bəhanələri idarə edər, canlı bir işçiyə nisbətən xəstənizə 95% qənaət edər. Bu rutin işlərdən xilas olmaq üçün mükəmməl bir başlanğıcdır. Amma çoxlarının sizə demədiyi bir əmma var. Bu sadə sistemlərin yaddaşı yoxdur. İzləyicinin dünən nə yazdığını bugün xatırlamır. Təbii ki, biz bunu NATN kimi avtomatlaşma platformlarındakı AI agentlara xüsusi toollar qoşaraq həll edə bilirik. Hətta xüsusi vasitələrlə səsli mesajlara sizin səsinizlə avtomatik səssiz cavablar da verə bilirik. Lakin məsələnin ən həssas nöqtəsi buradadır. Süni intellektin hələ ki intuisiyası yoxdur. Bir insanın səs tonundan onun tərəddüd etdiyini hiss etmək, söhbətin gedişatına baxıb anidən tamamilə o şəxsə özəl təklif vermək və ya insan kimi qayğı göstərib təqib etmək, təəssüf ki, bunlar hələ ki süni intellektin bacardığı işdə deyil. Bəlkə gələcəkdə nə vaxtsa olacaq, amma bugün yoxdur. Ona görə də qarşınıza çıxan süni intellektlə satışlarını 100% avtomatlaşdır təkliflərini biraz şübhə ilə qarşılamağınızı tövsiyə edərdim. Mexaniki işləri sistemlərə verin, amma insan toxunuşunu və səmimiyyəti heç vaxt texnologiyaya qurban verməyin. Əgər bu reallıqlar əsasında qurulmuş dürüst bir DM avtomatlaşdırma bələdçisi istəyirsinizsə, açıqlamadakı linkə klikləyərək bələdçi ilə tanış ola bilərsiniz.